Demək ki, köçəri olan türklər digər yerli məskunlaşmış türklərdən fərqli olaraq daha geniş ərazilərə yayılırdı və bu səbəbdən də biz qədim türklərdə iki qanatlı dövlətlərin qarşımıza çıxdığını görürük. Və əsasən Orta Asiyada, Mərkəzi Asiyada, məsəl üçün Göytürk dönəmində dövlətin şərq qanadı, əsas qanad, qərb qanadı isə köməkçi qanadı idisə, biz Attila dönəmində qərbi Hun dövlətində misal üçün qərb qanadının artıq əsas qanad, şərq qanadının isə köməkçi qanadı olan bir dövlətə çevrildiyini görürük. Yəni dolayısıyla dövlətlərdə iki qanadın, şərq-qərb qanadının olması iç və dış türklərlə bağlıdır. Yəni yerli, yerləşik türklər və köçəri həyat keçirən türklər ilə bağlıdır. Və bunun davamı kimi biz qarşımıza iki başlı qartal simvolunun çıxdığını görürük. Çox təəssüf ki, biz tarixi mətnlərə baxdıqda belə iddia olunur ki, iki başlı qartal Bizansa aiddir. Daha sonra bunu Bizansdan götürən Rusiya iki başlı qartal simvolunu öz dövlət simvoluna çevirmişdi. Lakin iki başlı qartal simvolunu biz Səlcuqluda görürük. Ondan əvvəlki dönəmdə isə bir çox daş qaya rəsmlərində görürük. Vaxt qalsa qarşıda dəyinəcəm. Və dolayısıyla demək türklərin iç və dış türklər olması onların dövlət gələnəyində də iki qanatlı dövlətin yaranmasına gətirib çıxarmışdı. Biz Oğuz Xaqan dastanına baxdıqda görürük ki, onun iki arvaddan, hər arvaddan 3 oğlu olur və nəticədə 24 nəvəsi formalaşır, 24 nəvəsi türk boylarını formalaşdırır. Bu məsələyə toxunan Firidun Cəlilov qeyd edir ki, qədimdə 12 sayı olduqca müqəddəs idi, lakin daha sonra bu türklərdə 24 boy ilə göstərilmişdi. Ola bilsin ki, mərkəzə, Orta Asiyaya gedən türklər burada Çin təqvimindəki 24 ayı götürərək öz boylarını 24 sayına uyğunlaşdırmışdı. Mən bu məsələyə müəyyən qədər fərqli baxıram. Mən düşünürəm ki, türklərdə ilk əvvəl 12 boy ilə göstərilən anlayışın daha sonra 24 boya çevrilməsi iç və dış oğuzların yaranması ilə, yəni türklərin iki formada iç və dış boylara ayrılmasından sonra 12-dən 24-ə çıxmışdı. Bu hansı 12 sayıdır? Bildiyimiz kimi Göbəkli Tərədə əsasən iki T şəkilli sütunun yanında 12 sayda sütun var. Daha sonra biz Eufratda Yahudilərin 12 boy olması və ya Xristianlıqda İsa'nın 12 həvarisinin olması, Şiəlikdə 12 imamın olması və 12 ayın olması kimi sayların əsasən müqəddəs 12 rəqəmi kimi daim qarşımıza çıxdığını görürük.